Əmək və məşğulluq alt sistemi olan EMAS-da işə götürənlər üçün yeni rəqəmsal funksionallıq istifadəyə verilir. Bu dəfə həmin rəqəmsal həll barədə danışırıq. Yenilik bundan ibarətdir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, yəni şəhid ailəsinin üzvləri, əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, bir və ya daha çox uşağını təkbaşına böyüdən valideynlər və digər bu kateqoriyadan olan şəxslər barədə məlumatlar EMAS-a inteqrasiya edilir. Artıq bütün kvota məlumatları bir pəncərədədir. İşə götürən real vaxt rejimində müəssisəsinə ayrılmış kvota yerlərinin sayı, icra vəziyyəti, həmin kvotalar üzrə öhdəlikləri aydın şəkildə görə bilir. Sistem kvota üzrə müraciət edən şəxslərin sosial kateqoriyaya uyğunluğunu təsdiqləyir. Bu da işə götürənin əlavə sənəd toplama yükünü aradan qaldırır və vaxt itkisinin qarşısını alır. Yeni funksionallıq sayəsində kvota üzrə planlaşdırma, hesabatlılıq və idarəetmə daha sistemli şəkildə təşkil olunur. Bu isə həm müəssisə daxili məlumatlılığı artırır, həm də sosial həssas qrupların məşğulluq imkanlarını genişləndirir. Belə yeni rəqəmsal həllərdə görüşənədək.